Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Mühterem Müslümanlar, İmam En-Nevavi'nin Riyadus Salihin, yani Salihler Bahçesi kitabından birinci bab, İhlas babını davam edirik. Və bu günləri Allahın köməyi ilə iki hədisi keçəcəyik. Bu babda olan, bu mövzuya aid olan iki hədisi keçəcəyik. Birinci hədis Əbu Bəkrədən rəvayət olunur. Yəni bir var Əbu Bəkr radiyallahu anhu sahabə, bu da sahabədir. Bir də var Əbu Bəkrə. Yəni bunlar başqa sahabələrdir. Əbu Bəkr radiyallahu anhu 4 xəlifədən birincisi. Bir də Əbu Bəkrə Nufey ibn Əl-Haris Əl-Thəqafi radiyallahu anhu rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi: İzəltəqəl muslimani biseyfeyhimə fəl-qatilu vəl-məqtulu finnər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi ki, iki müsəlman qılınc çəkib bir-birlərinin üzərinə gələrlərsə, yəni döyüşərlərsə, öldürən də, öldürülən də cəhənnəmlikdir. Və Əbu Bəkrə deyir ki, mən soruşdum ki, qultu ya Rasulallah, həzəl qatilu fəmə bəlul məqtuli. Yəni qatilin halı bəllidir. Yəni bildik nə üçün cəhənnəmlikdir. Fəmə bəlul məqtuli, bəs öldürülən nə üçün cəhənnəmə düşəcək? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dedi ki, İnnəhu kənə harisan alə qatli sahibihi. Çünki o öz yoldaşını, yəni öz müsəlman qardaşını öldürməyə həris idi. Hədisi Buxari və Müslim rəvayət edib. Bu hədis yəni bunu göstərir ki, həqiqətən niyyət insan bir əməli etməsə belə, bir əməli yerinə yetirməsə belə, niyyəti həmin əmələ görə mükafatlandırılmasında, yəni əgər yaxşı əməldirsə mükafatlandırılmasında, əgər günah əməldirsə cəzalandırılmasında böyük rolu var. Yəni təsir edir. Niyyət insanın bir əməli etməsə belə ona görə mükafatlandırılmasına və ya cəzalandırılmasına təsir edir. Və belə bir sual yarana bilər ki, bəs biz bilirik ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, həmin hədis inşallah qarşıda gələcək bizə, bu babda. Kim bir günah əməli niyyət edərsə və onu etməzsə, Allah Teala ona buna görə savab yazar. Belə bir sual yarana bilər ki, bəs bu hədislə, bu indi oxuduğum hədis ziddiyyət təşkil edə bilərmi? Cavab odur ki, xeyr. Yəni bu hədislər bir-birilə ziddiyyət təşkil edəmir. Çünki sonuncu hədisdə, yəni bir insan bir günah əməli niyyət edərsə, lakin onu yerinə yetirməzsə, buna görə Allah ona savab yazır. Həmin demək əməl, əgər o əməli Allah üçün tərk edərsə, buna aiddir. Yəni, əgər Allah üçün tərk edərsə, onda savab qazanır. Yox, əgər həmin əməli tərk etməsinə səbəb başqa maniyələr olarsa, məsələn, bir insan oğurluq etməyi niyyət elədi ki, qarşısına məqsəd qoydu ki, gedib filan bir şeyi oğrayacam. Gəldi, çatdı, həmin o oğramaq istədiyi mala və yaxud əşyaya, sonra Allah qorxusunda dedi ki, yox, bu böyük günahdır, haramdır. Allah üçün bunu tərk edirəm.
və qayıtdı, götürmədi, oğramadı. Buna görə ona savab yazılır. İkinci bir insan, məsələn, bir insan yenə də oğurluq eləməyi niyyət elədi, gəldi, həmin malı oğurlamaq istədi, lakin qıra bilmədi qapını. Qapını qıra bilmədi və ya tutdular onu və yaxud it cümdü bunun üstünə, qaçdı, getdi. Buna görə o günah qazanır. Yəni bu insan, çünki niyyəti qəti şəkildə həmin günahı yerinə yetirmək idi. Amma birinci insan o Allah üçün tərk elədi bunu. Buna görə o savab qazanır. Çünki Allah üçün tərk elədi. Və buna oxşar başqa bir hədis Tirmizi rəvayət edib, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir, insanlar, yəni dünyadakı insanlar 4 qismdir. Yəni insanları Peyğəmbərimiz sallallahu aleyhi ve sellem 4 yerə bölür. Və deyir ki, birinci qism insan odur ki, Allah ona mal verir və həmçində elm verir. Mal və elm verir və həmin insan öz malını Allah yolunda, Allahın razısını, rizasını qazanmaq üçün sərf edir. Və başqa bir insan, Allah ona elm verib, ancaq mal verməyib. Yəni, burada elm deyəndə şəri elm, şəriət elmi verib. Yəni, dini bilir, Allahın dinindən məlumatı var. Digər insan isə Allah ona elm verib, ancaq mal verməyib və o deyir ki, əgər mənim malım olsaydı, mən də Allah yolunda onun etdiyi əməlləri edərdim. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, onlar savab əməldə eynidirlər. Yəni, o etməyən də hətta niyyət etməsə belə Allah ona o savabı yazır. Və sonra deyir ki, üçüncü qrup insan, Allah ona mal verib, ancaq elm verməyib. Yəni, dini yoxdur. Və bu insan öz malını günah üçün sərf edir, haramlara sərf edir, israf edir. Və sonra deyir, başqa bir insan, Allah ona nə mal verib, nə elm verib və deyir ki, ayən mənim malım olsaydı, mən də o günah edənin əməllərini edərdim. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, Humə fil vizri səvə, onlar günahda eynidirlər. Çünki qəti şəkildə etmək istəyirdi. Və ona görə bu hədis dəlalət edir ki, əgər insan bir əməli niyyət eləsə, günah əməldirsə, əgər günah əməli qəti şəkildə qərar versə, lakin başqa maniyələrdən, yəni Allah üçün deyil, başqa səbəblərdən edə bilməsə, o həmin əmələ görə cəzalandırılır və Allah uzaq eləsin, əgər həmin əməl üzərində ölərsə, cəhənnəmə girər, cəzalandırırlar. Və əgər savab əməldirsə, yenə də savab əməldirsə, etmək istəyir. Məsələn, kimsə evindən çıxıb namaza gəlmək istəyir. Dəstəmaz alıb, cəmaat namazına gəlmək istəyir. Və tıxac səbəbindən, yollarda tıxac səbəbindən gəlib çata bilmir. Allah ona o savabı yazır. Sanki gəlmiş kimi sayılır. Yəni, bu Allahın lütfüdür, mərhəmətidir. Və bu hədis dəlalət edir ki, həmçinin dəlalət edir ki, insan öldürməyin nə qədər böyük bir günah olması. Allah Teala Ən-Nisa surəsində buyurur ki, Mən yəqtul mu'minən mutəammidən fəcəzəuhu cəhənnəmu xalidən fiyhə və qadiballahu aleyhi və lə'nəhu və əəddə ləhu əzəbən azimə. Kim bir mümini bilərəkdən öldürərsə, onun cəzası cəhənnəmdir. Əbədi olaraq orada qalar, Allah ona qəzəbi tutar, onu lənətləyər və ona şiddətli bir əzab hazırlayar. Yaxşı, belə bir sual yarana bilər ki, bəs biz bilirik ki, şirkdən aşağı günahlar bağışlanır. Cavab odur ki, ümumiyyətlə bu ayə və həmçində bu mənada olan ayələr, görürsünüzmü, burada gəldi ki, onun cəzası budur. Allah Teala demədi, biz onu cəzalandıraraq. Dedi, bunun cəzası əbədi cəhənnəmdir, əgər cəzalandırası olsaydıq. Amma Allahın rəhmətindəndir ki, Allah Teala tövhid səbəbindən cəhənnəmdə böyük günah sahibləri əbədi qalmayacaq. Yəni, bu Allahın lütfüdür, rəhmətidir. Tövhidin də həmçinin əzəmətliyinə dəlalət edir. Görün, tövhid, yəni insanın tövhid üzərində olması, tövhid üzərində ölməsi onun
böyük günahlar səbəbindən əbədi cəhənnəmdə saxlamayacaq. Ona görə bu ayənin mənası budur. Yəni Allah əgər cəzalandırası olsaydı onu belə cəzalandırardı. Amma Allah deyir ki, İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşanı əsla bağışlamaz. Şirkdən aşağı olan günahları isə istədiyi kəsə bağışlayar. Və həmçinin qardaşlar, bir şeyi qeyd eləmək istəyərəm. Bu hədislə, yəni bu hədisdə qeyd olunan, yəni öz müsəlman qardaşını öldürməyə niyyət edən insanla özünü müdafiə edərək öldürülən insan fərqlidir. Yəni bunlar başqa-başqa demək hədislərdir. Necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə deyir ki, "Mən qutilə dun malihi fahuve şəhid." Kim öz malını qoruyaraq öldürülərsə, o şəhiddir. Yəni bunlar başqa-başqa şeylərdir. Yəni birinci hədisdə, yəni bizim bu babda qeyd olunan hədisdə, yəni öldürülən də cəhənnəmlidir. Bunlar hansı insanlardır? Hər ikisi biri digərini öldürməyə artıq qəti qərar verib və bir-birinin üzərinə qılınc çəkir. Sadəcə biri obrusunu qabaqlayır. Yəni hər ikisi günah sahibidir. Amma mən dediyim bu hədisdə, ikinci hədisdə öz malını qoruyarsa, öz ailəsini qoruyarsa, öz torpağını qoruyarsa və s. Burada başqadır. Burada bu öldürmək istəmir. Sadəcə qarşı tərəf onun üzərinə həddi aşıb, əlində silah gəlib və bu da özünü müdafiə eləmək məcburiyyətindədir. Və müdafiə edir, ya öldürə bilər, öldürsə o cəhənnəmlikdir. Amma öldürülsə bu cənnətlikdir, şəhid sayılır. Çünki öz malını müdafiə edir, öz ailəsini müdafiə edir və s. Və ona görə bunlar başqa-başqa hədislərdir. Həmçinin qardaşlar bir şey qeyd edim, hədisdə qılınc qeyd olunur, amma bu deməkdir ki, bu xasdır qılınca. Fərq eləmir. İstənilən öldürücü alətlə, istər bıçaq olsun, istər silah olsun, odlu silah və s. Yəni hamısı bu hədisə daxildir. Çünki elə başa düşülməsin ki, yəni burada ancaq söhbət qılıncdan gedir. Bu hədis barədə bu qədər qardaşlar. Keçək növbəti hədisimizə. 10-cu hədis Əbu Hüreyrədən rəvayət olunur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu. Ümumiyyətlə qardaşlar, indi oxuyacağım hədisi çox diqqətlə dinləyin. Çox əzəmətli hədisdir həqiqətən də və çox böyük savab qazandıran hədisdir. Yəni bu hədis, insan əgər buna əməl eləsə, çox böyük savaba nail olar. Hansı ki, hamımız gündəlik, bax bu hədisdə qeyd olunan savabları qazana bilərik. Əgər niyyətimiz Allah üçün olarsa. Diqqətlə qulaq asın. Əbu Hüreyrə deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi: Salatul raculi fi cemaətin təzidu fi salatihi fi suqihi əv beytihi bid'an və 20 dərəcə. Bir kişinin cemaatla qıldığı namaz tək evində və ya bazarda qıldığı namazdan 20 neçə dərəcə üstündür. Yəni 20-dən çox. Bir rəvayətdə gəlir 24, bir rəvayətdə gəlir 27. Yəni 20 bid'an, yəni 3-dən 9-a qədər olan saya deyirlər. وَذَلِكَ أَنَّ أَحَدَهُمْ إِذَا تَوَضَّعَ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ أَتَى الْمَسْجِدَ لَا يُرِيدُ إِلَّا الصَّلَاةَ لَا يَنْهَزُهُ إِلَّا الصَّلَاةُ لَمْ يَخْطُ خَطْوَةً إِلَّا رُفِعَ لَهُ بِهَا دَرَجَةً وَحُطَّ عَنْهُ بِهَا خَطِيئَةً حَتَّى يَدْخُلَ الْمَسْجِدَ. Deyir, onlardan biri, yəni bir insan evində gözəl şəkildə dəstəmaz alarsa, sonra məscidə gələrsə, la yuridu illəs-salat, yəni məqsədi yalnız namaz qılmaqdır. La yenhəzuhu illəs-salat, onu evindən çıxaran səbəb ancaq namazdır.
ləm yaxdu xatvatan illə rufi'a ləhu biha dərəcə. Əgər bu halda olarsa, bu niyyətlə olarsa, atdığı hər addıma görə Allah onun dərəcəsini qaldırar və hutta anhu biha xati'a və onun günahını silər. Ta ki məscidə daxil olana qədər. Görün necə böyük əzəmətli hədis. Evində dəstəmaz alarsa, gözəl şəkildə və məqsədi olarsa ki, ancaq gəlib namaz qılsın, başqa məqsəd olmazsa, hər atdığı addıma görə dərəcəsi qalxar, günahları silinər və ta ki məscidə daxil olarkən. Ardına qulaq asın. فَإِذَا دَخَلَ الْمَسْجِدَ كَانَ فِي الصَّلَاةِ مَا كَانَتِ الصَّلَاةُ هِيَ تَحْبِسُهُ. Əgər məscidə daxil olarsa, məsciddə olduğu müddətdə, yəni nə qədər ki namaz qılmaq onu saxlayıb məsciddə, وَالْمَلَائِكَةُ يُصَلُّونَ فَإِذَا دَخَلَ الْمَسْجِدَ كَانَ فِي الصَّلَاةِ. Məscidə daxil olarsa və onu ancaq məsciddə saxlayan namaz olarsa, həmin müddətdə namazda sayılar. Yəni nə qədər ki məsciddə onu qalmasına səbəb namazdır, cəmaət namazını gözləyir. Məsələn, bir insan gəlib yarım saat namazdan əvvəl, 20 dəqiqə əvvəl, 10 dəqiqə əvvəl, fərqi yoxdur. Girdi məscidə, sünnəni qıldı, yəni təhiyyətül məscid, salam namazını qıldı, namazı gözləyir. Həmin müddət ərzində o namazda sayılır. Yəni sanki fərz namazını qılmış kimi sayılır. وَالْمَلَائِكَةُ يُصَلُّونَ عَلَى أَحَدِكُمْ مَا دَامَ فِي مَجْلِسِهِ الَّذِي صَلَّ فِيهِ. Fikir verin, namazı bitirdi, qutardı. Nə qədər ki namaz qıldığı yerdə oturur, deyir, mələklər onun üçün dua edərlər. Və deyərlər ki, Allahümmə xfir ləhu, Allahım onu bağışla, Allahümmə tub aleyhi, Allahım onun, Allahümmə rəhəmhu, Allahım ona rəhm et, Allahümmə xfir ləhu, Allahım onu bağışla, Allahümmə tub aleyhi, Allahım onun tövbəsini qəbul et. Mə ləm yu'zi fihi, mə ləm yuhdis fihi. Yəni nə qədər ki, yəni bu savaba mələklər ona dua edərlər, onun üçün bu duaları edərlər, nə vaxta qədər? Ta ki kiməsə əziyyət verməyənə qədər və ya ləm yuhdis fihi, indi bunun açıqlamasında gələcək, bidət etməyənə qədər və ya dəstəmazı pozulmayana qədər. İndi açıqlaması gələcək inşallah. Fikir verin qardaşlar, yəni bir dənə evdən çıxmağın, yəni məqsədin olarsa ki, yəni dəstəmazlı çıxıb namaza gəlirsən, görün nə qədər savaba nail ola bilərsən. Birinci, bu hədisdə, hədisi yenə də Buxari və Müslim rəvayət edib. Birinci, bu hədisdə cəmaət namazının vacibliyinə dəlil var. Ümumiyyətlə, cəmaət namazı o kəslərə vacibdir ki, onlar məscidə yaxın yerdə yaşayırlar və elə bir yerdə yaşayırlar ki, mikrofonsuz verilən azanı eşidirlər. Yəni adi səslə verilən mikrofonsuz azanı əgər eşidirsə, həmin ərazidə yaşayan insanlara cəmaət namazı vacibdir. Və buna da dəlil nədir? Dəlil çoxdur. Məsələn, dəlillərdən biri kör kişinin hədisi. Bir kör kişi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanına gəldi və dedi ki, ey Allahın elçisi, mən elə bir yerdə yaşayıram ki, məni məscidə gətirib aparan adam yoxdur. Yəni təkəm. O icazə ver mənə evimdə namazı qılım, cəmaət namazlarının evimdə qılım. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, qıl. Sonra deyir, kişi getmək istəyəndə çağırdı onu, dedi, azanı eşidirsən? Dedi, hə. Dedi, onda cavab ver. Yəni fikir verin, kör kişi, heç kim onu gətirən adam yoxdur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ona deyir ki, azana, çağırışa cavab ver. Başqa dəlil, yəni qısa olaraq, Allah Teala Quranda hətta döyüş anında belə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə namazı cəmaətlə qılmağı buyurur. Qorxu namazı bildiyimiz kimi. Yəni əgər döyüş anında belə cəmaətlə qılmaq vacibdirsə, onda adi hallarda daha da çox vacibdir. Və həmçinin bu hədisdə
evdən dəstəmazlı çıxmağın fəziləti. Yəni çalışın evdən çıxanda dəstəmazlı çıxın. Və həmçində gözəl şəkildə dəstəmaz alın. Yaxşı, bir insan deyə bilər ki, mən dəstəmazımı saxlaya bilmirəm. Məsciddə gəlib çatana kimi dəstəmazın pozulur, eybi yoxdur. Pozulsa təzədən burada alarsan. Amma çalış evdən dəstəmazlı çıx. Ki, bu savaba nail olasan. Və həmçində deyir, kim əhsənəl budua, kim gözəl şəkildə dəstəmaz alarsa. Gözəl şəkildə dəstəmaz almaq nə deməkdir? Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dəstəmaz aldığı kimi. Və ona görə də bu hədis bizə göstərir ki, insan gərək dəstəmazın necə alınmasını öyrənsin. Öyrənsin ki, necə dəstəmaz alınır. Necə gözəl şəkildə sünnələri, şərtləri və s. ardıcıllıq, yəni bunları öyrənmək lazımdır. Və sonra cəmaat namazının fəziləti. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, bid'ən və 20 neçə dərəcə. Yəni, məsələn, tutaq ki, tacirlər bunu daha yaxşı bilər. Məsələn, bir mal satırsan, bilirsən ki, bu malı burada satsan 1 manata gələcək. Aparıb bir 5 kilometr orada satsan 27 manata gələcək. 1 manata burada gelir, 27 manata orada gelir. İnandırım siz ki, tacirlər onu fürsəti əldən verməzlər. Aparıb malını orada satar ki, orada 27 manat qazanacaq bir dənə şeyə görə. İndi həmin şeydir, qardaşlar. Fikirləşin ki, evdə qılsan, hansısa bir müəyyən savab qazanırsansa, məsciddə onun 27 qatıdır. Ona görə də bu fürsəti əldən vermək lazım deyil. Bacardıqca, yəni imkan daxilində daha da çox namazları cəmaatla qılmaq. Və sonra digər bir məsələ. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, əgər sizlərdən biri gözəl dəstəmaz alarsa evində və məscidə gələrsə, la yuridu illə salati, yalnız namaz üçün. Başqa məqsədi yoxdur. Yəni, iki insan, ikisi də, məsələn, məsciddə namaz qıla bilər. Biri evindən çıxanda məqsədi namaz qılmaq idi. Digəri isə gəlmişdi buradan, məsələn, nəsə almağa, dedi, elə yol üstü namazda qılaram. Əsas məqsədi başqa bir şeydir. Və ya namazla bərabər başqa məqsədi də var. Fikir verin, birinci o savaba nail olur. Çünki hər addımına görə savab yazılır, hər günah silinir və məsciddə olduğu müddətdə namazda sayılır, amma digəri isə o savaba nail olmadı. Çünki niyə görə? Məqsədi başqa bir şeydir. Kiməsə nəsə verməlidir, zəng edir ki, misal üçün, gəl məsciddəyəm, verərsən məsciddəyəm, gedim bunu verim ona. Məqsədi budur, amma deyir, yol üstü namazı da qalaram. Demir, o savab qazanmır, o da qazanır. Amma hədisdə görürsünüzmü, bu savaba nail olmaq üçün deyir, la yuridu illə salətə, la yenhəzuhu illə salət. Yalnız namazı, məqsədi namaz qılmaqdır və onu evindən çıxaran budur. Səbəb budur, namaz qılmaq. Və həmçinin bir şeyi qeyd etmək istəyirdim. Qadınlar elə düşünməsinlər ki, onlar bu savabdan məhrumdular. Bildiyimiz kimi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, salatul mar'ati fi beytihi xeyrun min salatihi fil məscid. Yəni kişi, qadının evində qıldığı namaz, bir hədisdə gəlir ki, evinin dərinliyində qıldığı namaz məsciddə qılınan namazdan daha xeyirlidir. Başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, la təmnə'u nisəəkumul məsəcidə. Yəni qadınlara məscidlərdə namaz qılmağa mane olmayın. Və buyutuhunnə xeyrun lehunnə. Evləri onlar üçün daha xeyirlidir. Və bu hədis qadınlar da əslində bu savaba nail olurlar. Əgər alimlər qeyd edir ki, əgər qadın evində dəstəmaz alarsa və gələrsə namaz qıldığı yerə, məsələn bir yerdə namaz qılır qadın, özü üçün bir xüsusi yer ayırır və yaxud ayırmayın müəyyən bir yerdə. Dəstəmaz alıb gələrsə həmin yerinə və orada oturarsa, yenə də həmin savabı qazanır. Ta namaza qədər, məsələn, namaza qədər oturdu, Quran oxudu, zikr elədi. Sonra namaz vaxtı çatdı, durdu namazını qıldı, yəni həmin müddətdə namazda sayılır. Durdu namazını qıldı, oturdu, oturduğu yerdə, yenə də mələklər onun üçün dua edir. Və o da həmin savabı qazanır. Hətta Şeyx İbn Baz deyir ki,
O bilirsiniz də kim sübh namazını cemaatda qılarsa və sonra demək oturarsa, oturduğu yerdə zikr edərsə, günəş çıxana qədər duha vaxtı, sonra 2 rükət qılarsa ümrə savabı qazanır. Şeyx İbn Baz deyir ki, bu qadınlar da aiddir. Qadın evində əgər namazı qıldısa cemaatda, oturdu, günəş çıxana qədər zikrini elədi və durdu 2 rükət namaz qıldısa, o da həmin savabı qazanır. Ona görə də qadınlar elə düşünməsinlər ki, onlar bu savabdan məhrumdular. Əksinə Allah asanlaşdırıb onlar üçün. Evində oturmaqla, evində qılmaqla həmin savaba nail olur. Və ona görə də qadınlar da yəni bu savaba nail olmağa can atsınlar. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurdu ki, hər addımına görə savab yazılar, hər və günahı silinər və həmçində ta məscidə daxil olana qədər. Və əgər məscidə daxil olarsa, namazı gözlədiyi müddətdə namazda sayılar. Və sonra deyir ki, oturduğu yerdə, əgər namazı bitirdikdən sonra oturarsa oturduğu yerdə və fikir verin, əziyyət vermədiyi təqdirdə, yəni əziyyət nədir? Burada əziyyət dedikdə hər cür əziyyət nəzərdə tutulur. İstər dillə olsun, məsələn, qeybət etməsin. Adam var, oturub məsciddə qeybət edir, məsələn. Bu əziyyət verir. Demək ki, o mələklərin duasına və həmçinin nail olmur və həmçində namazda sayılmır. İnsan var, başqasını ələ salır, söyüş söyə bilər və yaxud əllə əziyyət verə bilər və yaxud kimisə acılaya bilər. Bunlar olmasın. Çünki bu savaba nail olmaq istəyirsənsə, yəni məsciddə olduğun müddətdə namazda sayılmaq istəyirsənsə və həmçində mələklər istəyirsənsə sənin üçün dua eləsin, əziyyət vermə. Və həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə dedi? Mə ləm yu'zi fihi, yəni əziyyət vermədiyi təqdirdə və mə ləm yuhdis fihi. Və yuhdis, bu sözdə alimlər deyirlər ki, burada bəzi alimlər deyir ki, burada yəni bidət etməzsə. Çünki əhdəsə yuhdisu bidət mənasındadır, bir mənası. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə deyir ki, mən əhdəsə fi əmrinə həzə mə leysə minhu fəhuvə raddun. Kim bizim bu dinimizdə olmayan bir şeyi bidət dinə gətirərsə, yenilik, o qəbul olunmaz. Və bu da nəyə aiddir? Bəzi insanlar duada bidət edirlər. Məsələn, nə olsun oturub məsciddən, namazdan sonra. Namazdan sonra oturub, oturduğu yerdə, amma bidət zikr edir. Quran və sünnədə gəlməyən. Bidət dua eləyir. Duada təvəssüldə bidət eləyir. Biz bildiyimiz kimi təvəssülün növləri var. Yəni şəriətə uyğun təvəssül, Allahın ad və sifətləri ilə, düzdürmü? Həmçinin insan öz salih əməlləri ilə də Allaha təvəssül edə bilər. Müəyyən bir yaxşı əməl görmüsən, dua edir, Allahım mən bu əməli etmişəm, buna görə mənə filan işimi düzəld və s. Bu da olar. Üçüncüsü isə başqa bir sağ olan insandan xahiş edirsən ki, mənə üçün dua elə. Bundan başqa təvəssül növləri yoxdur. Kiminsə xatirinə, kiminsə hörmətinə, Allahla yanaşı ən böyük bidət şirkdir. Yəni şirk də bidətdir əslində, bilirsiniz də. Çünki bidətin növləri var. Allaha şərik olan bidətlər, yəni şirk olan bidətlər, şirk olmayan bidətlər də var. Yəni bidət küfrün ünvanıdır. Necə ki, alimlər deyirlər. Əl-bid'atu bəridul kufri. Bidət apırı küfrə çıxardır. İndi müəyyən bir qrup insanlar çıxıb, ay nə bilim filan kəsin xatirinə istəmək bu şirk deyil, bidətdir. Siz deyirsiniz şirkdir, ancaq bidətdir. Qardaş, bidət olsun, bidət bəyəm yüngül şeydir. Yəni bununla bizi nə istəyirlər? Həmin əməli yüngülləşdirmək istəyirlər insanların gözündə. Kim filan ölünün xatirinə istəyərsə, siz deyirsiniz şirkdir, amma filan alim deyib bidətdir. Fikir verin. Yəni insanların gözündə istəyir bunu yüngülləşdirsin. Tutaq ki, bidətdir, eləmək olar onu. Hər bir halda eləmək olmaz. Kullu bid'atin dalalə və kullu dalalətin finnər. Hər bir bidət zəlalətdir və hər bir zəlalət oda aparır. Və ona görə də
Bəzi qrup insanlar çıxıb indi, firqələr, özlərini məzhəbələrə nisbət edirlər və başlayırlar tələbələrdə güya səhvlər tutmağa. Tələbələr filan şeyə şirk deyirlər, amma bidət imiş. Fikir verin, yalan danışırlar tələbələr. Böyük bir şey tapıb bu. Qardaş, bidət də şirkin ünvanıdır da. Şirk olması daha bəzi alimlərin görüşünə görə şirk olması daha üstünlükdir və biz də bunu deyirik ki, cəmaət çəkinin. Yəni sən bidət deməklə bunu icazə verəcəksən bəyəm. Ona görə qardaşlar, bidət budur. Yəni kim oturduğu yerdə bidət edərsə və həmçində xüsusən ümrəyə və həcə gedəndə baxırsan, görürsən ki, bəzi insanların, xüsusən də bizdə Azərbaycanda da var, qeyri millətlərdə də var, əllərində kitablar var. O kitablarda sünnədə, hədislərdə gəlməyən dualar yazılıb. Zikirlər yazılıb, çərəkə deyirlər, nə deyirlər. Baxırsan, heç bir sünnə ilə aidiyyatı yoxdur da bunların. Nə bir hədis var, nə bir dəlili var, nə bir mənbəyi var. Amma gətirir ki, filan kəsin xatirinə, filan kəsin xatirinə belə istəyirsən, Allahın filan imamın xatirinə və s. Bunlar bidətdir. Və kim bu əməlləri edərsə, yəni həmin o namazdan sonra oturduğu müddətdə o həmin mələklərin duasına nail olmayacaq. Və ikinci rəy, alimlər deyir ki, burada mə'ləm yuhdis fihi, yəni dəstəmazı pozulmadığı təqdirdə. Bu rəydə deyərlər. Yəni nə qədər ki, dəstəmazı pozulmuyub, çünki biri deyə bilər ki, mən namazı gözləyirəm, uzanır, yatır məsciddə. Yox, bu namazı gözləmək sayılmır. Namazı gözləmək zikirlə, ibadətlə, Quranla. Amma onda biri də gələr, 1-2 saat əvvəl gələr, uzanar, yatar məsciddə, deyər ki, mən də namazı gözləyirəm. Yox, burada məqsəd odur ki, dəstəmazı pozulmadığı təqdirdə. Və bu hədis, qardaş, bu qədər, bu hədis barədə və ümumiyyətlə gördüyümüz kimi, yəni bu hədisin böyük savabı var. Əgər bu hədisi biz əməl etsək, tətbiq etsək həyatımıza, hər gün nə qədər böyük savablara nail olarıq. Sadəcə niyyətimizi bir dənə düzəltmək lazımdır. Niyyət Allah üçün. Və ona görə də İmam Ən-Nəvəvi bu hədisi ona görə bu babda gətirib ki, burada lə yuridu illəs-salati, yalnız namaz məqsədi, namaz üçün. Və lə yənhəzuhu illəs-salat, və onu evdən çıxaran yalnız namazdır. Və Allahdan istəyirəm ki, qardaşlar, Allah Teala bizi eşidib faydalanlardan etsin. Allah Teala bizi dində sabit eləsin, bizi cənnətdə cəm eləsin. Allah Teala bu eşitdiyimiz, oxuduğumuz hədisləri həyatımıza gözəl şəkildə tətbiq edib, savab qazananlardan etsin. Allah Teala xalqımıza hidayət versin. Allah Teala xalqımızı qorusun, ordumuzu qorusun. Allah Teala düşmənlərimizi rəzil eləsin. Allah Teala bütün müsəlmanları yer üzündə qorusun və kim müsəlmanlara pislik istəyərsə, Allah o pisliyi onun özünə etsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi.